Bismillahirrahmanirrahim. Salam əziz dostlar. Ən çox yayılan suallardan biri də budur ki, ölülərə Quran oxumaq olarmı? Ölüyə Yasin oxumaq olarmı? Ölüyə savab çatırmı? Əziz və dəyərli dostlar, sizə Quran-ı Kərimdən bu ayəni tilavət etmək istəyirəm. Quran-ı Kərimin Kəhf surəsinin 46-cı ayəsi. Allah bu ayədə buyurur ki, var dövlət və övlad dünya həyatının bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm də Allahın rəhmətinə ümid etibarı ilə daha xeyirlidir. Digər bir ayə, Məryəm surəsinin 76-cı ayəsi. Allah doğru yolda olanların doğruluğunu daha da artırır. Əbədi qalan xeyir əməllər isə Rəbbinin yanında savab etibarı ilə daha xeyirli və nəticə etibarı ilə daha yaxşıdır. Əzizlərim, bu ayələrdə baqiyatu salihat kəlməsi işlənib. Yəni daim qalan salih əməllər, xeyirxah əməllər, savab əməllər, savabdan söhbət gedir. Əzizlərim, balaca uşaq da bilir ki, Quran-ı Kərimin hökmləri diri üçündür. Yəni Quran-ı Kərimdə biz ölüyə demirik, namaz qıl, oruç tut, zakat ver, xumus ver. Bu hökmlər bizə aiddir. Biz Quran-ı Kərimi oxuyub ona əməl etməliyik. Quran-ı Kərim bizim həyat proqramımızdır. Allah onu nazil edib ki, biz onu oxuyaq və ona əməl edək. Amma Quran-ı Kərimin bir hərfinin belə oxunmasının və qulaq asılması, dinlənilməsinin savabı var, əzizlərim, savabı var. Yəni bu hədisdə gəlib, bu hədisləri də bütün məzhəbindən asılı olmayaraq bütün məzhəblər qəbul edirlər ki, Quran oxumaq savabdır. Biz Quran-ı Kərimi əlbəttə dirilərə oxuyuruq. Dirilər onu eşitsin və ona əməl eləsin. Tərcüməsini də deyirik. Bu ayədə bu cür zikr olunub. Amma bizə bu cür tövsiyə olunur ki, onun ərəbcə deyilməsinin özünün xüsusi bir təsiri var, ərəbcə oxunmasının xüsusi bir təsiri var və savabı var. Və biz o savabı hədiyyə edirik ölənin ruhuna. Və bu ayələrdə də biz görürük ki, əbədi qalan xeyr əməllər, baqiyatu salihat Allah yanında deyir sizin üçün daha xeyirlidir. Deməli, o xeyr əməllər, savab əməllər gedir o ölülərə çatır. Mən misal olaraq Səhih Müslimdən bir misal gətirmək istəyirəm. Səhih Müslim Əhl-i-Sünnənin səhih qəbul etdiyi bir kitabdır. Səhih Müslimin zəkat babı 51-ci hədis. Bir nəfər gəlir Peyğəmbərə deyir ki, ya Rəsulallah, mənim anam vəfat edib. Mən sədəqə versəm, savabı ona çatar, savabını ona hədiyyə eləsəm, savabı ona çatar. Peyğəmbər buyurur, bəli. Sədəqəni verir fəqirə, savabını hədiyyə edir anasının ruhuna. Baxın əzizlərim, digər bir hədisdə Peyğəmbərimiz açıq-aşkar buyurur ki, ölüləriniz üçün Yasin surəsini oxuyun. Mən hədisi qeyd edirəm. Deməli, bu hədisi Süleyman Teymi Əba Osmandan nəql eləyir. O da Məqil İbni Yəsardan nəql eləyir. Musnad-i Əhməd kitabının cild 5, səhifə 25 və 26-da, həmçinin Buxarinin Tarix-i Kəbir kitabında cild 8, səhifə 57-də bu hədis gəlib. Sünəni Əbu Davud cild 3, səhifə 188-də bu hədis gəlib. Və Sünəni İbn Macə cild 1, səhifə 465-də bu hədis gəlib. Bu adını çəkdiklərim Əhl-i Sünnənin ən böyük və ən məşhur alimlərindəndir. Hədis nədir? Hədis budur əzizlərim. Həzrəti Rasulullah sallallahu aleyhi və aleyhi və səlləm buyurur ki, Yasin surəsi Qur'anın qəlbidir. Onu ölüləriniz üçün oxuyun. Allaha və axirətə iman gətirən elə bir şəxs yoxdur ki, onu oxusun, amma bağışlanmasın. Yəni Allah onu bağışlamasın. Bu hədisdə açıq-aşkar Peyğəmbər buyurur ki, Yasin Quranın qəlbidir, onu ölüləriniz üçün oxuyun, mənbəsini də qeyd elədim. Digər bir hədisdə qeyd edirəm. Bu hədis Əbu Hüreyrədən nəql olunur. Əbu Hüreyrə deyir ki, Peyğəmbər buyurdu, qəbristanlığa girib Yasin surəsini kim oxuyarsa, mütləq o gün qəbirdəkilər əzabdan amanda qalarlar. Oxuyana da oradakı ölülərin sayı qədər savab verirlər. Bu hədisi də Əbu Hüreyrə nəql eləyir. Mənbəsi Ruhul Bəyan təfsiri 4 səhih hədis kitabı 1044 və 1066-cı hədis. Digər bir hədis qeyd edirəm. Bu da Əhl-i Sünnənin böyük alimləri Təbərani Məcməul Kəbirdə 12-ci cilddə səhifə 340-da
Deyləmi Müsnəd kitabında 1-ci cildə 284-cü səhifədə bu hədisi Peyğəmbərdən gətirir ki, Həzrəti Rasulullah sallallahu aleyhi və alihi və səlləm buyurur ki, sizdən biri vəfat edəndə onu çox gözlətməyin, onu tez dəfn edin. Və hər kəs onun qəbrinin baş tərəfində Fatihə surəsini oxuyar, ayaq tərəfində Bəqərə surəsinin son ayələri olan Amənər Rəsulü oxusa, Allah o ölünün günahlarını bağışlayar və oxunan ayələrə xatir. Yəni bu hədisdə də Peyğəmbər buyurur ki, ölünün baş tərəfində Fatihə surəsini oxuyun, ayaq tərəfində isə Bəqərə surəsinin son ayələri, Amənər Rəsulla başlayan ayələri oxuyun. Əzizlərim, gördüyünüz kimi mən Əhl-i-Sünnə mənbələrindən dəlil gətirdim ki, Peyğəmbərimiz açıq-aşkar buyurur ki, ölüləriniz üçün Quran oxuyun və yaxud Yasin oxuyun və yaxud Fatihə oxuyun. Bu açıq-aşkar gəlib. Tarixdə bu işi kim görüb? Tarixdə var ki, Həzrəti Həmzə üçün 3 gün əza məclisi təşkil olundu. O əza məclisində Quran oxundu. Həzrəti Həmzəyə hədiyyə olundu. Və yaxud xanım Fatimə Zəhra salamullahi aleyha, Əli əleyhissalama vəsiyyətlərində qeyd edir ki, ya Əli, gecələr gələrsən mənim qəbrim üstə Quran oxuyarsan. Bunlar hamısı dəlildir, bunlar hamısı sübutdur əzizlərim. Quranı oxumaq və onu dinləmək ən böyük savab əməllərdəndir. Biz o savabı hədiyyə edirik ölənin ruhuna. Yəni burada heç bir qəbahət bir şey yoxdur və ümid edirik ki, o oxunan surənin, oxunan ayələrin xatirinə Allah ölünü əzabdan saxlayar və onun günahlarını bağışlayar.